Kimlər metastatik yoğun bağırsaq xərçənginin risk qrupuna daxildir? Bu xəstəlik hansı orqanlara yayıla bilər? Müayinə və müalicəsində nə kimi üsullardan istifadə edilir? Ege Hospitalın onkoloqu doktor Pərvanə Rüstəmova danışacaq. Bir onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxs hələ 4-cü mərhələ kimi metastatik bir xəstəlikdən söhbət gedirsə, bunun müalicəsində mütləq imkan olan bütün variantları istifadə etmək lazımdır. Hər vaxtınız xeyir olsun əziz ARB TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimiz verilişinin bir buraxılışında daha hər birinizi salamlayıram. Verilişimizi Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin. Maraqlı, aktual mövzularımızdan birini daha açacağıq bugün. Amma istərdim ilk öncə qonağımı sizlərə təqdim edeyim. Bugünkü qonağımız Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmovadır. Necəsiz doktor? Çox sağ olun, yaxşıyam doktor. Təşəkkürlər. Əhvalınız da yaxşıdırsa, mənə elə gəlir, mövzunu açıq eləyə bilərik. Metastatik yoğun bağırsaq xərçəngindən danışaq deyirəm gəlin bugün. Amma ilk öncə əlbəttə ki, risk faktorlarından və hansı pasientlərdə daha tez-tez görürsünüz bu xərçəngi, o haqda danışaq. Yoğun bağırsaq xərçəngi əslində bir onkoloqun həm çox sevdiyi bir patologiyadır. Çünki müalicəsində çox geniş imkanları olan bir patologiyadır. Həm də ki, sevmədiyi bir patologiyadır. Çünki bu qrup xəstələrdə əksər hallarda bizə metastatik mərhələdə müraciət edənlərin sayı daha çoxdur. Təəssüf ki, bu da risk faktorlarının çox geniş olmağı və risk faktorlarının həm bizdən asılı olmayan, dəyişə bilmədiyimiz, həm də dəyişə bilən iki qrupa bölünməsidir. Dəyişə bilmədiyimiz faktorlar yaşımızdır. Yaşımız artdıqca yoğun bağırsaq xərçəngi olma riskimiz artır. Özəlliklə 50 yaşın üzərində bu risk kifayət qədər yüksəlmiş olur. Genetik mutasiyalarımız varsa, bu bizdən asılı olmayaraq sonunda bizi xərçəngə apara bilər. Bir xroniki bağırsaq xəstəliklərimiz varsa, bir Kron xəstəliyimiz, bir Liş sindromumuz, bir başqa bir genetik, ailəvi polipoz durumumuz varsa, bu da bizdən asılı olmayaraq xərçəngönü bir prosesi və nəticədə xərçəngi bizim üçün yəni günün sonunda qarşımıza qoya bilər. Bir də bizdən asılı olaraq dəyişə bildiyimiz həyat tərzimizdir, fiziki aktivliyimizdir, kilo kontrolumuz, qidalanmamızdır. Özəlliklə qırmızı ət istifadəsini azaltmağımız, lifli qidaları artırmağımız, qəbizliyi azaltmaq üçün fiziki aktivliyimiz, bol maye qəbulumuz və yaxud bədən çəki indeksinə nəzarət etməyimiz bu bizdən asılı olaraq bizim dəyişə biləcəyimiz və zərərli fast food dediyimiz qidalardan daha uzaq duraraq sağlam bəslənmə sayılan daha çox meyvə və tərəvəzlərin üstün tutulduğu bir qida rasionuna əməl etməklə biz bağırsaq xərçəngindən qismən qoruna bilərik. Məhz bu risk faktorlarını gördüyümüz xəstələrdə müayinə üsullarından danışaq biraz ki, necə həmin o diaqnozu qoyma yoluna irəliləyə bilərik? Əslində bağırsaqlar qarın boşluğunda yerləşən, özü də mənfəzi boşluqlu bir orqan olduğuna görə orada xəstənin şikayətinin olmağı, şikayətə görə müayinə olunmaq artıq gec sayılır əksər hallarda. Düşünün ki, borulu bir orqandır, onun mənfəzini tam tutacaq qədər bir törəmə olmalıdır ki, o bağırsaqda bir keçməməzlik versin, xəstə qarın ağrısı ilə, kəskin qəbizlik və digər şikayətlərlə həkimə gəlsin. Bu artıq gecdir. Və yaxud o qədər diqqətli olsun ki, məsələn, cüzi bir törəmədən qanayan qanın nəcisin rəngini dəyişdiyi an ona diqqət edib həkimə gəlsin. Bu da biraz çətin olur. Əksər hallarda insanlarda hemoroidal düyünlərin və ya çatların olması, onların da qanla bir sanki mehribanlaşırlar, belə deyək də, diqqət etməməyə başlayırlar ki, bu məndə həmişə olub. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının 45 yaşdan yuxarı insanlarda standart 5 ildən bir, çox yüksək risk qrupu olan şəxslərdə 3 və 2 ildən bir aparılan kolonoskopiya müayinəsidir. Erkən, necə ki süd vəzində skrining üsulumuz mamoqrafiyadır, ildə bir dəfə. Bağırsaqda daha şanslıyıq, ara məsafə daha uzundur, amma müayinəmiz kolonoskopiyadır.
Məhz bu müayinə üsulundan da istifadə edəndən sonra artıq bir belə deyək, diaqnoza da yaxınlaşırıq artıq ki, Təbii ki, orada məsələn, hər bu hansı bir diaqnozu qoya törəmə bilərik. gördüksə, o zaman törəmədən biopsiyanı alırıq. Biopsiyanın patologoloji verifikasiyası varsa, ondan sonra artıq mərhələləndirmək üçün sürətli şəkildə bir kontrastlı kompüter tomoqrafiyası döş qəfəsinə, qarın boşluğuna baxırıq və budur əlimizdə artıq Mərhələləndirdikdən sonra mən istərdim bu verilişdə biraz da belə deyim, onun müalicəsindən danışaq bu xərçəngin ki, müalicəsində nələrə diqqət eləməliyik, bir onkoloq kimi tövsiyələriniz nələrdir, doktor? Yoğun bağırsaq xərçəngindən, mərhələsindən və müalicəsindən söhbət gedirsə, böyük ehtimal metastatik yoğun bağırsaq xərçəngində. Burada ilkin olaraq yanaşma budur. Metastaz hansı orqandadır? Metastaz ağciyərdə ola bilər, metastaz qaraciyərdə ola bilər, metastaz sümüklərdə ola bilər, metastaz yalnız izole peritonda ola bilər, qarın boşluğunun içində. Burada müalicə taktikalarımız bir-birindən fərqlənəcək. Həmin birinci, belə deyək, yanaşma nədən ibarət olur? Bağırsaq eyni zamanda həmin o metastazla birlikdə əməliyyat edilə bilirmi? Yox, əməliyyat edilə bilmirsə, müalicə başlanır sistemik müalicədən. Bu kimyoterapiya ola bilər, kimyoterapiya üstəgəl hədəfə yönəlik müalicə ola bilər. Və yaxud da ki, bağırsağa yönəlik spesifik cərrahi əməliyyat aparıla bilir. Qaraciyərdə tək bir metastatik ocaqdırsa, eyni zamanda o da metastazektomiya oluna bilər. Yəni, işin öncəliklə cərrahi olaraq icra edilə bilərlik həcminə baxılır. Və yaxud da ki, belə bir anlayış var, cərrahların sevdiyi rezektabl, kəsilə bilən şiş, bir də var sərhəddə rezektabl. Bugün kəsilə bilmir, amma bir müalicə ilə bir şəkildə dəstək verilsə, rezektabl vəziyyətə gətirilə bilər. O qrup xəstələrdə artıq bizim yanaşmamız daha fərqli olur. Bizim qarşımızda hədəf olur ki, bu xəstəni əməliyyata hazırlayırıq və verdiyimiz müalicə planı daha radikal olur. Və həmin xəstə qrupunda mütləq şişdən götürüldüyümüz, belə deyək də, həmin o bioptatdan, materialdan mütləq mənada genetik mutasiyalara baxırıq. Yoğun bağırsaqdan danışırıqsa, bir mənalı şəkildə KRAS, NRAS, BRAF, HER2, MSI və PDL mutasiyalarına baxmalıyıq. Bunların hansında mutasiyanın olmağı bizə bütün proqnozu açacaq və bizim bütün müalicə taktikamız məhz bu sadaladığım mutasiyalar üzərində qurulacaq. Sonrakı etaplarda təbii ki, biz təkrar bunları dönə-dönə istifadə edəcəyik. Çünki bütün bu mutasiyalara uyğun olaraq əlimizdə bugün birinci xətt müalicə var. Hansı ki, daha öncə heç bir müalicə almamış standart xəstəyə biz Folfox və ya Folfiri metastatik xəstələrdə kemoterapiya veririksə, üzərinə nəyi əlavə edirik? Həmin mutasiyaya uyğun əlimizdə olan birinci xətt dərmanı. Burada standart gediş bəzən standart olmur. Yəni artıq o həkimin təcrübəsi, xəstənin ümumi vəziyyəti, xəstənin müalicə aldığı klinikanın imkanlarından çox şey asılıdır. Bir metastatik xəstə ola bilər ki, illərlə yalnız və yalnız kimyoterapiya, target müalicə, kimya, target şəklində davam etsin. Ola bilər ki, xəstənin bu müalicələrindən yaxşı cavab aldığı halda ortaya bir qaraciyərdəki metastaz üçün ablasiya tətbiq olunsun və yaxud kemoembolizasiya tətbiq olunsun və yaxud ağciyərdəki metastaz üçün belə deyək də hədəf atışı ilə radioterapiya, SBRT tətbiq olunsun. Bütün bunlar yenə də dönüb dolanır onkologiyanın multidisiplinar bir komanda işi olduğuna gəlib çıxır ki, bir onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxs hələ-hələ 4-cü mərhələ kimi metastatik bir xəstəlikdən söhbət gedirsə, bunun müalicəsində mütləq imkan olan bütün variantları istifadə etmək lazımdır. Bəzən bizim insanlarımız, düzdür, Azərbaycan xalqı çox mübarizdir, əzmkardır, amma mövzu xəstəliyə gələndə elə düşünürlər ki, artıq burada mübarizə aparmağın mənası yoxdur. Tez ruhdan düşürük, pasient olaraq tez ruhdan düşürlər və bu da çox yanlışdır. Yəni, həkim olaraq mən və yaxud bütün kolleqalarım xəstələrə, özəlliklə metastatik xəstələrə mübarizə aparmağın önəmini birinci vurğuluyuruq. Müalicə qalır qıraqda, hansı ki, işimiz odur. Pasiyenti ruhlandırırsınız ki? Pasiyenti ruhlandırmaqdan başlayırıq və nəticədə inanın ki, yəni ən böyük də elə nəticə o xəstələrdir.
xəstədə alınır ki, sən kimi ruhlandıra bilmirsən. Metastatik xəstələrin bu gün ədəbiyyat statistikasında 2 ilin üzərində yaşayanların hamısı böyük şans sayılır, müalicənin müsbət uğuru sayılır və nəzərə alın ki, bizim bu gün öz təcrübəmizdə 3-cü, 4-cü, 5-ci ilini adlayan metastatik xəstələrimiz var. Bunlar kifayət qədər yaxşı bir ümiddir, yaxşı bir şansdır, yaxşı bir göstəricidir ki, biz Azərbaycanda da metastatik kolon xərçəngi olan xəstələrə fərdiləşmiş, onların genetik mutasiyasına uyğun, alqoritmə uyğun müalicələri verə bilirik. Və burada 1-ci, 2-ci, 3-cü xətt müalicələrimiz var. Yəni, insanlar ruhdan düşməsin, 1-ci müalicədə cavab ala bilmədim, dərhal, necə deyək, qollarını büküb oturmasınlar. Yenidən xəstəyə şans verməyin önəmidir bugün fərdiləşmiş onkologiya. 4-cü mərhələdə əlimizdəki ən böyük silah məhz elə bu target dərmanlardır. İndi başa düşdüm, niyə verilişin əvvəlində dediniz ki, biz onkoloqlar həm sevirik, həm də bilik. Məhz bu metastatik yoğun bağırsaq xərçəngini. Doktor, az öncə də vurguladığınız kimi metastaz verəni, yəni sıçrama edəndə bir neçə orqana bu şəkildə sıçrama eləyə bilir. Bəs bu sıçramaların arasındakı fərq, məsəl üçün, hansılarda daha əziyyətli olur onun müalicəsi, hansılarda nisbətən daha asandır müalicəsi? Biraz da ondan danışın. Təbii ki, izolə, məsələn, tək bir segmentdə kiçik bir metastazı olan qaraciyər daha asandır müdaxilə etmək və yaxud ağciyərdəki təkli ocaqlara müdaxilələr daha asandır. Periton metastazlarında indi bugün tibbdə yeni qaydalar var ki, daha öncə biz bunu yumurtalıq xərçəngindən bilirdik və nəticələri yaxşı olan HIPEC, qarın içi isti kemoterapiya tətbiq edilən hallar bəzi, belə deyək, çox seçilmiş qrup xəstələrdə, bağırsaq xəstələrində də peritonda metastaz olmağına baxmayaraq, həm cərrahi əməliyyat üstəgəl HIPEC-lə nəticələri daha da yüksəltmək olur və bütün bunların hamısı nəyə gəlir? Bu bəzən xəstənin şansıdır, bəzən həkimin təcrübəsidir və ən yaxşı sağalan xəstə kimdir? Bu ikisini üst-üstə toplamağı bacaran insan. Yəni, öncə öz şansına güvənəcəksən və sənin şansını doğru yönəldəcək həkimlə bu yolu davam edəcəksən. Çünki metastatik xəstənin müalicəsi yalnız bir etapdan ibarət deyil. Bir, belə deyək, xəstədə bir neçə ocaqlar olarsa, həm ağciyər, həm qaraciyər zədələnməsi və növbəti etap müalicələrdə xəstə kimyəvi dərman alır, target müalicə alır. Bu xəstənin dəyərləndirilməsi də çox önəmlidir. Multidisiplinar bir yanaşma olmalıdır. Biz bu xəstələri radioloqa müayinəyə göndərəndə, məsələn, radioloqların ən sevmədiyi qrupdur metastatik xəstə. Çünki bütün metastazları həm ölçməlidir, yenini ölçməlidir, müqayisə etməlidir. 3 ay öncə həmin törəmələr necə idi? Bugün nəticə necədir? O raporlar yazılana qədər RESIS kriteriyası ilə ona faiz verməlidir. Törəmə böyüyübmü, kiçilibmi və bütün işimiz ondan asılıdır bizim. Yəni, burada xəstələrin diqqətli olacağı çox önəmli məqamlardan biri də köhnə müayinə nəticələrini saxlamağıdır. Yəni, əvvəlki törəmənin ölçüsünü biz yazı ilə deyil də məhz görüntü ilə müqayisəli baxa bilirik. Əks halda elədiyimiz işin nəticəsini qiymətləndirə bilmərik. Bu da ki, bizə belə deyək də, böyük bir şanssızlıq ola bilər. Və metastatik yoğun bağırsaq xərçəngində 1-ci, 2-ci, 3-cü xətt müalicəni verdin, hər şey çox rahatdır, gözəldir. Bura qədəri tibbi hamımız bilirik. Bundan sonraki etapda artıq NGS testləri işimizə yarayır, xəstələrə standartda olmayan dərman nə təklif edə bilərik və yaxud da ki, oral tablet şəklində verə biləcəyimiz 2 adda yeni dərman preparatları var ki, hansı ki onlar da ən azı 3-6 ay yaşam müddətini artırdığına görə bu Amerika FDI tərəfindən təsdiq olunub və icazə verilir istifadəsinə. Yəni, metastatik bağırsaq xərçəngində doğru zamanda digər müalicə üsullarının əlavə edilməsi, ablasiyaların və kemoembolizasiyaların, cərrahi əməliyyatın əlavə edilməsi xəstənin şansını çox artırır. Ona görə də metastatik xəstələr xüsusilə ara-ara kontrollarda həkimləri ilə bərabər həm invaziv radioloqla, həm cərrahla bu nəticələri müzakirə etməkləri onların şansını artıracaq. Siz öz praktikanızda yəqin ki, çox qarşılaşmısınız. Məhz belə deyək,
bundan əziyyət çəkən xəstələrin tam geri dönüşünü görməyə yəqin ki. Təbii ki. Bəs olurmu ki, onlarda yenidən bu xəstəliyin ortaya çıxmasını görəsiniz? Məsələn, analizlərdə, kontrollarda Təbii ki, yəni kontrollar burada çox önəmlidir. Aha. Yəni bütün xərçəng xəstələri üçün ilk 2 il bizim ən böyük o tikan üstə oturduğumuz deyirik, ən riskli dönəmimizdir. 3 və 6 aydan ibarət standart müayinələrimiz var. Qarın boşluğunun kontrastlı kompüter tomoqrafiyası, döş qəfəsi müayinəsi, bəzi xəstələrdə onkomarker həssas olur, CA və CA19-9 titrlərinin yüksəlməsi bizə yol göstərici ola bilər və yaxud müalicəyə cavabın dəyərləndirilməsi üçün o bizim üçün çox önəmlidir. Bütün bunlar müayinənin önəmini artırır. Yəni xəstəlikdən sağalma, belə deyək də, tam remissiyaya girdiyi halda sevinib iş bitdi demirik. Bir də bunu əldə saxlamaq çox önəmlidir. Özəlliklə metastatik xəstədə biz bəlli bir dönəm həm kimyoterapiya, həm ağıllı dərman dediyimiz target müalicə verdik. Sonrasında xəstələr öz başına və ya öz istəyi ilə o target hissəni kəsə bilməzlər. Bunun belə deyək də davam edici bir müalicəsi var ki, yalnız ağıllı dərmanla və yaxud oral həb şəklində tabletlə mütləq şəkildə metastatik xəstələrdə qoruyucu müalicə daha uzun müddət davam etdirilməlidir. Və bu periodlarda təbii ki, kontrol zamanı hər hansı bir proqressiya, xəstəliyin artışını görəriksə, o zaman öndə bəhs elədiyim ikinci xətt, bundan sonra da yenə xəstəliyin artışı olarsa, üçüncü xətt müalicələrə keçişlər məhz bu zaman olur və kontrolun əhəmiyyəti budur. Bəzən də nə olur? Bir xəstədə metaxron və ya sinxron eyni zamanlı və ya bir-birinin ardınca fərqli bir onkopatologiya inkişaf edə bilər. Məsələn, bu yaxınlarda bizim 2 belə qadın xəstəmizdə yoğun bağırsaq xərçəngi ilə müalicə alıb 3-4 illik kontrolda süd vəznində bir törəmə çıxdı. Tamamilə əlaqəsi olmayan başqa histoloji quruluşda və başqa bir onkopatologiya. Ona görə də onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərin xüsusilə müayinələri daha diqqətli planlamalıdır. Bir patologiya fokuslanıb digər orqanları diqqətdən qaçırmamalıyıq. Yəni orqanizm tam bir şəkildə müayinə edilib, dəyərləndirildikdə, bəli, yəni hər kəs mən məhz yoğun bağırsaq xərçəngi ilə şəxsi müayinə etmişəm, müalicə etmişəmsə mənim işim bura ilə bitmir. Mənə müraciət edən şəxs, mən onkoloq kimi baxıram, 40 yaşın üzərində qadın xəstədir, mammoqrafiya mütləq əlavə etməliyəm və s. Yəni bu detallar da çox önəmlidir. Əsas da əgər biliriksə, yəni mən bildiyim qədərilə əgər ailədə kimdəsə sizdən əvvəl varsa, xüsusilə diqqət eləmək lazımdır ki, yoğun bağırsaq xərçəngində də bu çox önəmlidir. Bir və ya 2 ailə üzvünün xərçəng olmağı həmin şəxsin xərçəngə yoluxma faizini 50%-in üzərinə qaldırır. Yəni kifayət qədər müayinələrdə axsatmaq olmaz ki, ən azından erkən mərhələdə bunu görüb, diaqnozu qoyulub və əlbəttə ki, müalicəyə başlanılsın. Təşəkkür edirəm doktorum, məhz bu haqda olan məlumatlarınıza, bilgiləndirmənizə görə. Ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Təşəkkür edirəm. Bir də biz yoğun bağırsaqdan danışarkən niyə sevimli tərəfimiz dedik? Biz kimyoterapevtlərdən ən çox saç tökülməsinə görə qorxurlar. Yoğun bağırsaq xərçəngində istifadə etdiyimiz əksər dərmanlar alopesiya, saç tökülmə vermir deyə bizim xəstələr daha həvəslə, daha ümidlə gəlirlər müalicəyə. Ona görə də mən heç kimə xəstəliyi arzu etmirəm. Həmişə sağlam olun, amma xəstələndiyiniz zaman nəticəni sizin xeyrinizə çevirəcəyi bütün hallarda həkiminizə güvənin. Siz də bizim güvənəcəyimiz həkimlərdənsiz. Doktor, təkrar xatırlatmaq üçün demək istərdim ki, bugünkü qonağımız Ege Hospitalın həkim-onkoloqu Pərvanə Rüstəmova idi. Təşəkkürlər doktorum. Çox sağ olun. Bir verilişin daha sonuna gəldiyiniz tamaşaçılar, səhhətimiz sağlam gələcəyin təminatıdır. Gələn görüşlərədək.